Kəlmələrin sehrində xoş gördük sizləri əziz izləyicilər. Bugün sizinlə dilimizin arxaik sözlərindən olan, bir dövlətin, bir idarənin, hətta bir ailənin, iki insanın fəaliyyəti və birgə yaşayışının idarə edilməsini təmin edən qayda, yasa sözündən bəhs edəcəyik. İzahlı lüğətimizə görə bu söz qanun sözü ilə ekvivalentdir. Qanunlar toplusu olan konstitusiyanın digər adı da elə anayasadır. Bəs qanun nədir? Qanun ictimai və hüquqi münasibətlərin hər hansı bir sahəsini nizama salmaq üçün dövlət tərəfindən müəyyən edilən qərar və nizamnamədir. Hamı üçün məcburi olan üsul, nizam, qaydadır. Bundan başqa, obyektiv aləmin hadisələri arasında müəyyən qaydada təzahür edən zəruri əlaqə və qarşılıqlı asıllıq, səbəb və nəticə arasında mövcud olan daxili əlaqə də qanun adlanır. Bu anlamda bu qaydalar toplusu təbiət qanunları adlandırılır. Yasa sözü isə hazırda yasaq, yasaqçı, yasaqlıq, yasaqlamaq kimi sözlərin kökündə qorunur. Bəs yasa ilə yasaqlamaq, yəni bir şeyə icazə verməmək eyni anlamları daşıyır. Yasaq qadağa mənasını bildirir. Tarixən Volqaboyu və Sibir ərazilərində bir vergi növü də yasaq adlandırılıb. Bu anlamda yasağı xərac kimi anlaya bilərik. Yasaqçı isə keşikçi, qaravulu ifadə edib. Bu mənada yasaqçılıq da qaravulçuluq, keşikçilik mənalarını bildirib. Yasaqlı isə təbii tarixi əhəmiyyətli bitki və heyvanları qorumaq üçün hökumət tərəfindən xüsusi mühafizə altına alınmış yer və ya meşədir. Yasa sözünə ilk dəfə Çingiz xan qanunnaməsində rast gəlmək olar. Ümumiyyətlə, Monqolcadan türk dillərinə keçən bu sözün ilkin olaraq elə türk dillərindən Monqol dilinə keçdiyi düşünülür. Son olaraq onu deyə bilərik ki, yasa sözü mənfi anlamda yasaq, icazə verilməyən və ya qadağa edilən kimi anlaşılsa da, əslində hamının tabe olmalı olduğu qaydanı bildirib. Bir evdə, bir ailədə ortaq yaşantını bölüşən insanlara baxaq. Bir məkanda yaşayan iki insan bir-birinin yaşayış tərzinə uyğunluq göstərməsə, mənəm-mənəmliklə hərəkət etsə, biri digərinin ən sadə haqlarını tapdalasa, hörmətdən kənarlaşsa, həyat necə də nizamsız olardı. Uşaqkən heç bacı qardaşınız valideyninizin sizin üçün ayırdığı yeməyi yeyibmi? Və ya siz özünüzdən kiçik olanın haqqı olanı onsuz da o uşaqdır deyib əlindən almısınızmı? Bu zaman haqqı əlindən alınan insan necə hiss edib? Bəs haqqı yeyən şəxs günahkarlıq duymuyubmu? Demək, məyus və ya günahkar hiss etməmək üçün ən kiçik ailədə belə yasalar, qanunlar və olmazlar var. Dünyanı da böyük evimiz olaraq düşünsək, bizlər digərlərinin haqqını tapdalamadığımız yerə, yasaqlı nöqtəyə qədər azadıq. Ailəmizin ən böyük üzvləri olan dövlətlər də bir-birlərinin beynəlxalq hüquq və beynəlxalq qanunlarla qorunan haqlarını əzmədikcə güclü, nüfuzlu və hörmətlidirlər. Gəlin təbiətən və ya sonradan öz qoyduğumuz yasaları pozmayaq ki, hər birimiz rifah içində yaşaya bilək. Kəlmələrin sehrində qalın.